Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda şəhid Səyavuş Kəlbəliyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıb. Onların məzarların üzərindən oğurladıqları gitara hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələrinə qaytarılıb. Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsində araşdırma aparılır. Dostum Kənanla bir yerdə getdik Şəhidlər Xiyabanına. Şəhidlər Xiyabanına girəndə gitarı var idi orada, kaska var idi, bir də hərbi batinka var idi. Üçünü də götürdük. Gitaranı 30 manat məbləğində satdıq. Kaska ilə batinka da evimdə gizlətmişdim. Bakıxanov qəsəbəsində dostum Vüqarla Şəhidlər Xiyabanına girmişdik. Şəhidin məzarının yanında gitara var idi, onu götürdük. Şəhidlər Xiyabanına yenidən gələndə orada hərbi kask və batinka var idi. Onları da götürdük.